Balaxana Oil. Sədri Rövşən Rızayevdir. Bəli. Mən onların səhifəsinə girdim, orada Əli müəllim var, bir familiyasını unuttum. Ona mən bir təhər mobil telefonunu tapdım dostlardan 3 gün ərzində. Zəng elədim, sağ olsun, WhatsApp'dan yazdım, götürdü telefonu, danışdıq. Sonra Rövşən Rızayevin nömrəsini də verdi. Köməkçisinə zəng elədim, danışdım, özü də demişdi. Demişdi, mən görüşmək istəyirəm, danışmaq istəyirəm. Niyə gizlənirsən? Niyə, məsələn, heç o səhifədə də Balaxana Oilə girin, adı yoxdur, rəhbər yoxdur, kimdir? Bazen bizi qınıyırlar mən onların ki, telefonlar, orada yazılan telefonlarına zəng elədim, veriblər ki telefon. Evet. Telefonu götürmürlər. O telefonu götürməyəcəksən, niyə ora qoyub? Yəni bu Azərbaycan xalqına məxsusdur neft. Sən Azərbaycan xalqının neftindən varlanırsan, onu yeyirsən, ondan maaş alırsan, ondan uğurluyursan, bilmirəm nə edirsən. Niyə telefonu götürmürsən? Niyə cavab vermirsən? Və sənə mən zəng eləyirəm, niyə telefonu qaldırmırsan? Mobil nömrəni tapıram, zəng eləyirəm, niyə götürmürsən? WhatsApp'dan yazıram, görürsən, niyə götürmürsən? Sənin nə uğurluq işin var? Demək ki, bunlar uğurluqla məşğuldular, bunlar zülmlə məşğuldular, bunlar ən böyük haqsızlıqla məşğuldular. Və bu faktlar da var və mən düşünürəm ki, dövlət, hüquq mühafizə orqanları bu haqda düşünməlidirlər. Biz bir çox məsələlərin şahidi oluruq. Nəyə görə dövlətimiz inkişaf eləmir? Uğurluqları çoxdur. O cür insanlar uğurluqla məşğuldular və bütün bu maxinasiya mənbələrin hamısı açılmalıdır və onun izinə də düşmüşük, açılmalıdır, deyilməlidir ki, onlar cəzalarını alsınlar. Bu xalqın sərvəti heç kimin cibi üçün deyil, nə də onlar üçün də deyil. Söhbət gedir neft şirkəti, milyonların sahibi, Azərbaycan xalqının adından danışan belə də deyən ki, nefti sənə mən neft qazandıram, neft çıxardıram və sən mənim neftimlə dolanırsan. Binəqədi Oil, ya telefonu götürmür. Bu boyda şirkət əgər telefonu işləmirsə, yəni bu münasibət və Milli Məclisə qoyduğu münasibət, deputatına qoyduğu münasibət budursa, vətəndaşı yaxına buraxarlar. Əgər onların səhv işi yoxdursa, niyə məndən gizlənirlər?